Matta 26-cı fəsil. İsa'nı öldürmək üçün suiqəst hazırlanır. İsa bütün bu sözləri bitirəndən sonra şagirdlərinə dedi. 2 gün sonra Pasxa bayramı olacağını bilirsiniz. Bəşər oğlu çarmıxa çəkilmək üçün təslim ediləcək. O zaman başçı kahinlər və xalqın ağsaqqalları Qayaf adlı baş şahinin həyətinə toplaşdılar. İsa'nı hiylə ilə tutub öldürmək üçün suiqəst hazırladılar. Amma deyirdilər, bunu bayramda eləməyək, yoxsa xalq arasında qarışıqlıq düşər. İsa Betaniyada İsa Betaniyada cüzamlı Şimonun evindəykən, bir qadın onun yanına gəldi və qadının əlində içində çox bahalı ətirli yağ olan ağ mərmər qabı var idi. İsa süfrəyə oturanda qadın yağı onun başına tökdü. Şagirdlər bunu gördükdə acıqlanıb dedilər, bu israfçılıq nə üçündür? Axı bu ətri baha qiymətə satıb pulunu yoxsullara vermək olardı. Lakin İsa bunu bilərək dedi, niyə qadını incidirsiniz? O mənim üçün gözəl bir iş gördü. Yoxsullar həmişə sizin yanınızdadır. Mənsə həmişə yanınızda olmayacağam. Qadın bu ətri mənim bədənimə tökməklə məni dəfn üçün hazırladı. Sizə doğrusunu deyirəm, dünyanın hansı yerində müjdə vəz edilərsə, bu qadının elədiyi iş də danışılacaq ki, o yada salınsın. Yəhudanın xəyanəti. O zaman 12 şagirddən Yəhuda İskariot adlı biri başçı kahinlərin yanına gedib dedi, onu sizə təslim eləsəm mənə nə verərsiniz? Onlar da Yəhudaya 30 gümüş təklif elədilər. O vaxtdan Yəhuda İsa'nı təslim eləmək üçün fürsət axtarmağa başladı. Axırıncı şam yeməyi. Mayasız çörək bayramının ilk günü şagirdlər İsa'nın yanına gəlib dedilər, sənin Pasxa yeməyin üçün harda hazırlıq görməyimizi istəyirsən? O da cavab verdi, şəhərə girib filankəsin yanına gedin və ona deyin, müəllim deyir, vaxtım yaxınlaşdı. Şagirdlərimlə birgə Pasxanı sənin evində keçirəcəyəm. Şagirdlər İsa'nın əmrini yerinə yetirərək Pasxa yeməyi üçün hazırlıq elədilər. Axşam düşəndə İsa 12 şagirdi ilə birgə süfrəyə oturdu. Onlar yemək yeyərkən İsa dedi, sizə doğrusunu deyirəm, sizlərdən biri mənə xəyanət eləyəcək. Onlar çox kədərlənib bir-bir ondan soruşdular. Ya Rəbb, mən deyiləm ki. O cavab verib dedi, mənlə birlikdə əlini qaba batıran mənə xəyanət eləyəcək. Bəşər oğlu özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, bəşər oğluna xəyanət eləyir. O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı. Ona xəyanət eləyən Yəhuda, Rabbi, mən deyiləm ki, deyə soruşdu. İsa da ona, bunu sən özün dedin, dedi. Onlar yeyəndə İsa çörək götürdü, şükür duası eləyib onu böldü və şagirdlərə verərək dedi, alın yeyin, bu mənim bədənimdir. Sonra bir kasa götürdü və şükür eləyib onu da şagirdlərə verərək dedi, bundan hamınız için, çünki bu əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan mənim qanımdır. Mən sizə deyirəm, atamın padşahlığında sizlə birlikdə təzəsini içəcəyəm günə qədər üzüm ağacının bu məhsulundan əsla içməyəcəyəm. Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər. Peterin inkarı əvvəlcədən bildirilir. Onda İsa şagirdlərinə dedi, bu gecə hamınız məni atıb gedəcəksiniz, çünki belə yazılıb. Çobanı vuracağam, sürünün qoyunları pərən-pərən olacaq. Amma mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm. Peter ona cavab verib dedi, hamı səni atıb getsə də mən əsla atıb getməyəcəyəm. İsa ona dedi, sənə doğrusunu deyirəm. Bu gecə xoruz banlamazdan əvvəl sən məni 3 dəfə inkar eləyəcəksən. Peter ona dedi, əgər sənlə birlikdə ölməyim lazım olsa belə, səni əsla inkar eləməyəcəyəm. Bütün şagirdlər də belə dedilər. Getsemani bağında. Sonra İsa şagirdlərlə birlikdə Getsemani adlanan bir yerə gəldi və onlara dedi, mən oraya gedib dua eləyərkən siz burada oturub qalın. O, Peterlə Zavdayın 2 oğlunu özü ilə apardı. Özündə bir kədər və narahatlıq hiss eləməyə başladı. Onlara belə dedi, ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və mənlə birlikdə oyaq olun. İsa bir qədər irəli getdi və üzü üstə yerə qapanıb dua elədi. Ey atam, mümkündürsə qoy bu kasa məndən yan keçsin. Amma mənim yox, sənin iradən olsun.
İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıblar. O, Peteri səslədi. Məyər mənlə birlikdə 1 saat oyaq qala bilməzdinmi? Oyaq durub dua eləyin ki, sınağa düşməyəsiz. Ruh həvəsli, cisimsə gücsüzdür. İsa yenə 2-ci dəfə uzaqlaşdı və dua elədi. Ey atam, əgər mən içmədən bu kasanın yan keçməsi mümkün deyilsə, qoy sənin iradən olsun. İsa qaydanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. Onları tərk eləyib təkrarən uzaqlaşdı. Yenə eyni sözlərlə 3-cü dəfə dua elədi. Sonra İsa şagirdlərin yanına qayıdıb onlara dedi. Hələ də yatıb dincəlirsiniz. Budur, vaxt yaxınlaşıb və bəşər oğlu günahkarların əlinə təslim olunur. Qalxın gedək. Budur, mənə xəyanət eləyən gəlir. İsa həbs olunur. İsa hələ danışarkən 12 şagirddən biri olan Yəhuda gəldi. Onun yanında başçı kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi əli qılınclı və dəyənəkli böyük bir dəstə adam var idi. İsa'ya xəyanət eləyən Yəhuda onlara işarə ilə bildirib demişdi. Kimi öpsəm, İsa odur, onu tutun. O anda İsa'ya yaxınlaşıb, salam Rabbi deyərək onu öpdü. İsa da ona, dostum, ne üçün gəlmisən, dedi. Elə bu vaxt İsa'ya yaxınlaşıb əl ataraq onu tutdular. Onda İsa ilə birlikdə olanlardan biri əl atıb qılıncını çəkdi və baş şahinin qulunu vurub qulağını qopartdı. İsa ona dedi, qılıncını yerinə qoy. Çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq. Yoxsa elə düşünürsən ki, atamdan yardım istəyə bilmərəm? İstəsəm dərhal mənə 12 legiondan artıq mələk göndərər. Bunların olması gərəkdir deyən müqəddəs yazılar onda bəs necə yerinə yetərdi? Həmin vaxt İsa cəmaata dedi. Ne üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə məni tutmağa gəlmisiniz? Hər gün məbəddə oturub təlim verirdim. Heç məni tutmadınız. Amma bunların hamısı peyğəmbərlərin yazıları yerinə yetsin deyə baş verdi. Onda bütün şagirdlər İsa'nı atıb qaçdılar. İsa Ali Şuranın önündə. İsa'nı həbs eləyənlər onu baş şahin Qayafanın yanına gətirdilər. İlahiyyatçılar və ağsaqqallar da oraya toplaşdı. Peter uzaqdan baş şahinin həyətinə qədər İsa'nın ardınca gedirdi. Sonu görmək üçün içəri girib mühafizəçilərlə birgə oturdu. Başçı kahinlər və Ali Şuranın hamısı İsa'nı edam eləmək üçün onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdılar. Çoxlu yalançı şahid gəldi, lakin yenə də axtardıqlarını tapmadılar. Axırda 2 şahid gəlib dedi, bu adam dedi, mən Allahın məbədini dağıdıb 3 gün ərzində tikə bilərəm. Baş şahin ayağa qalxıb İsa'ya dedi, sənin heç cavabın yoxdur. Onlar sənin əleyhinə bu nə ifadədir verirlər. Amma İsa susmaqda davam elədi. Baş şahin isə ona dedi, səni var olan Allaha and elətdirirəm. Bizə de, Allahın oğlu Məsih sənsənmi? İsa da ona dedi, sənin dediyin kimidir. Hətta sizə deyirəm, bundan sonra bəşər oğlunun qüdrətli olanının sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz. Onda baş şahin əynindəki paltarını cırıb dedi, o Allaha küfür elədi. Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi onun küfür söylədiyini eşitdiniz. Bəs buna nə deyirsiniz? Onlar cavab verib dedilər, o ölüm cəzasına layiqdir. Elə bu vaxt İsa'nın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də ona şillə vuraraq dedilər, hey Məsih, bizə peyğəmbərlik elə görək, səni vuran kimdir? Peter İsa'nı inkar eləyir. Peter isə bayırda həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi, sən də Qalileyalı İsa ilə birlikdəydin. Amma Peter hamının qarşısında inkar eləyərək dedi, bilmirəm sən nə danışırsan. Sonra darvazaya gələndə başqa bir qarabaş onu görüb oradakılara dedi, bu adam Nazaretli İsa ilə birlikdəydi. Peter yenə inkar eləyib and içdi, mən o adamı tanımıram. Biraz sonra orada duranlar gəlib Peterə dedilər, doğrudan da sən də onlardansan, çünki nitqin səni ifşa eləyir. Peter özünü qarğıyıb and içərək dedi, o adamı tanımıram. Həmin anda xoruz banladı. Peter İsa'nın xoruz banlamazdan əvvəl sən məni 3 dəfə inkar eləyəcəksən dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.